Salam, hər vaxtınız xeyir olsun. Maraqlı bir biokimya məsələsini izah eləyənə qarşınızdayıq. Burada deməli nə deyir? DNT molekulunda bir zəncirin sintez zamanı ayrılan su molekullarındakı neytronların cəmi 2872 ədəd olmuşdur. Molekulda maksimum 4 rabitə əmələ gətirə bilən nukleotidlərin saylarının cəmi 260 ədəd olduğunu nəzərə alsaq, bu DNT molekulu neçə 3 qat rabitə saymaq olar? Biokimya məsələlərini oxuyanda nəfəsim kəsilir həqiqətən, söz deyə bilmirəm, dilim dolaşır. Elə bilirəm Azərbaycanca deyil, amma yenə də həll edib bitirəndən sonra çox yaxşı hiss edir insan özün. İndi DNT molekulundan danışır və bir zəncirinin sintez zamanı ayrılan suyu bizə deyir və ümumiyyətlə suda olan neytronların sayını bilməsək bunu hesablaya bilmərik. Bir su molekulunun 1 molunda 8 dənə neytron var. 8 dənə neytron var. Mən ona görə də belə bir xətt çəkim. Birincisi burada DNT molekulundan danışırıq. Və bunun bir zənciri üçün 2872 ədəd neytron olan su deməli ayrılıbdır. Deməli 2872-ni bölürəm mən 8-ə. 72-ni bölərəm mən 8-ə. Neçədir bu? Bir dəqiqə buradan kalkulyatordan hesablayaq. Silək bunu. 2872 bölək 8-ə eləyir 359. Deməli buradan deyirik ki, bu 359 mol su. Bir zəncirdən 359 mol su ayrılıbdır. Çünki söhbət burada bir zəncirdən gedir. Deməli ikinci zəncirdən də 359 mol su ayrılıbdır. 9 mol su ayrılıbdır. Və bilirik ki, zəncirin sintez zamanı, DNT zəncirinin sintez zamanı nukleotidlərin sayından bir vahid az su ayrılır. O zaman mən deyərəm ki, buradakı nukleotidlərin sayı deməli 361 tərəfdəymiş, bir zəncirdəymiş. 360-da digər zəncirdə nə var imiş? Nukleotid var imiş. Çünki mən suyu tapdım da 359 mol. Nukleotidlərin sayı da 360 imiş. Və molekulda maksimum 4 rabitə əmələ gətirə bilən nukleotidlərin saylarının cəmi 260 ədəd olduğunu bilərik. Ümumiyyətlə, molekulda maksimum 4 rabitə əmələ gətirə bilən nukleotidlər adeninlə timindir. O da nə vaxt olar? Ortada yerləşərsə. Əgər adeninlə timin ortada yerləşərsə, maksimum 4 rabitə əmələ gətirə bilən nukleotidlərdir. Minimumda başda yerləşərsə 3 rabitə əmələ gətirər. Deməli, adeninlə timinin saylarının cəmi 260-dır. Mən ümumi nukleotidlərin sayını taparam. 360. Üstə gələk 360. Və bu ümumi nukleotidlərin sayından adeninlə timini çıxaram ki, görək nə qədər sitozinlə guanin var. 260-ı çıxaram buradan. 260 çıxaram. Buradan 100 qalır. Burada 460 qalar yerdə. Deməli, sitozinlə guaninin cəmi nə qədər imiş? 460 imiş. 460 imiş. Ümumi nukleotidimin sayı axı 720-dir, yəni 360 üstə gəlir 360, 720-dir. 720-dən mən 260 dənə adenin və timinin cəmini çıxaram. Yerdə qalar sitozinlə guaninlərin cəmi 460. 460 sitozinlə guaninlərin cəmidir. Və burada deyir ki, bu DNT molekulunda neçə 3 qat rabitə var? 3 qat rabitələrin sayı ya sitozinin sayına bərabərdir, ya da guaninin sayına bərabərdir. Yəni, belə deyək də, bu 460 bu ikisinin cəmidə ayrı-ayrılıqda 230 sitozin var. 230-da guanin var. Və 3 qat rabitələrin sayı sitozinlərin sayına bərabərdir. Yəni, 230-a bərabərdir. Cavab olacaq A variantı. Belə. Bizə demir, yəni sitozinlə guanin arasında 3 qat rabitələrin sayı, daha doğrusu rabitələrin sayı. Sadəcə 3 qat rabitənin sayı. Məsələn, belə çəksək molekulda. Guanin. Burada neçə dənə 3 qat rabitə var? 2 dənə 3 qat rabitə var. Neçə dənə sitozin var? 2 dənə sitozin var. Deməli, sitozinlərin sayı 3 qat rabitələrin sayına bərabərdir. Buradan da tapırıq ki, cavab olacaq 230. Ümid edirəm sizə aydın oldu. Əgər qaranlıq qalan qism olarsa, əlbəttə ki, deməli, yorumlarda bildirə bilərsiniz. Yenidən izah və yaxud da ki, açıqlama verərik.